Aylin, gəl bu gün sənlə dərsdə öyrəndiyimiz pozitiv кейsi sənlə bir dəfə daha təkmilləşdirək. Bax, biz Azərbaycan dilində sahibli ifadə eləmək üçün yiyəlik haldan istifadə edirik. Gəl yazaq. Azərbaycan dilində sahiblik, yiyəlik, bax adından bəlli olduğu kimi yiyəlik mənasını ifadə etmək üçün yiyəlik haldan istifadə edirik. Nəydən istifadə edirik? Yiyəlik haldan. İfadə etmək üçün yiyəlik haldan istifadə edirik. İstifadə edirik. Gəl bir daha təkrarlayaq. Azərbaycan dilində sahibli mənasını ifadə etmək üçün yiyəlik haldan istifadə edirik. İngilis dilində isə bu possessive case'dir. Nə oldu ingilis dilində? Possessive case. Bax, yazaq. İngilis dilində isə bu possessive case'dir. Bax, oxunuşun təkrarı. Possessive case'dir. İşarələyirəm sənin üçün xüsusi. Bunu qeyd dəftərinə mütləq qeyd elə. Sabah səndən bunların hamısını bir-bir soruşacağım. Başa düşməyin olmayanda da dərs başlamamışdan əvvəl mənə günorta bir dəfə at, mən səni yenidən başa salım. Çünki dərsdə başa salıb çox vaxt itirməyin. Possessive case'dir. Məsələn, bax, yazıram məsələn. Azərbaycan dilində deyirəm ki, Aylinin kitabı, bax, bizim ingilis dilindəki yiyəlik halımız həmin bu in şəkilçisidir. Bax, Aylinin kitabı. Banunun qələmi. Banu. Bax, həmin bu nun, sahiblik bildirən, yiyəlik bildirən hissəsi. Bilinir ki, mən bunun yiyəsiyəm, mən bunun sahibiyəm. Bu bizim ingilis dilində possessive case'imizdir. Yiyəlik hal. Baxaq görək, yiyəlik hal neçə cür düzəlir? Hansı şəkilçilərlə düzəlir? Bax, gəl yazaq. Yiyəlik hal 3 cür düzəlir. İngilis dilində yiyəlik hal 3 yolla düzəlir. 3 yolla düzəlir. Baxaq görək hansı yollardır. Bax, ingilis dilində yiyəlik hal 3 yolla düzəlir. Bax, bunu da sənin üçün xüsusi işarə edirəm. 3 yolla düzəlir. Baxaq görək bunlar hansılardır? 1. Sadəcə apostrofla, bax, bu apostrof deyilir. Buna apostrof deyilir. Sən sadəcə xətt də deyə bilərsən. Bax, apostrof deyilir. Əsas odur, görəndə tanı. 2. Apostrof və yanında s ilə düzəlir. Nə ilə düzəlir? Bax, bunu gəl fərqli rəclə yazım ki, qarışdırmayasam. İkincisi isə apostrof s ilə düzəlir. Nə ilə düzəldi? Apostrof s ilə. Gəl. Nə oldu? Hə, çıxdı fərqlindən. Üçüncüsü isə ofla düzəlir. Bax, üçüncüsünü də gəl sən ən xoşladığın rəng olan mavi ilə yazaq. Üçüncüsü isə of
vasitəsilə düzəlir. Of vasitəsilə düzəlir. Amma bunların hamısının mənası nın, nin, nun, nündür. Banunun kitabındakı nın, Aylinin kitabındakı nın. Hər birinin mənası eynidir. Bu bizə nın mənasını verir. Gəl baxaq görək biz sadəcə apostrofdan nə zaman istifadə edirik? Yazaq. Yalnız apostrof. 1. Sadəcə apostrof. Bax, sadəcə xəttdən görək biz nə zaman istifadə edirik? Bax, işarəsini də qoyuram sizə üçün görək biz nə zaman istifadə edirik. Biz sadəcə apostrofdan sonu s və is ilə qutaran canlı cəm isimlərin yiyəli halını düzəltmək üçün istifadə edirik. Bax, diqqətli ol, yazıram. Sonu s və is ilə bitən canlı, məsələn, banu, qızlar, bax, qızlar canlı isimdir, oğlanlar, doktorlar, həkimlər. Bunların yiyəli halı cəm şəklində olanda sadəcə apostrofla düzəlir. Canlı cəm isimlərin yiyəli halı bu yolla düzəlir. Bax, oxuyuram. Sadəcə apostrof, sona s və is ilə bitən canlı cəm isimlərin yiyəli halı bu yol ilə düzəlir. Gəl baxaq bir nümunəyə. Bu yol ilə düzəlir. Yazıram. Məsələn, məsələn. Bax, sister bacı deməkdir. Mən buna bir sonuna s əlavə elədim. Bunun mənası oldu bacılar. Nə oldu bunun mənası? Bacılar. İndi məsələ, mən demək istəyirəm ki, bacıların donu. Bax, bunu yazdım. Bax, bu sadəcə bacı deməkdir. Yazıram. Bu, lar, lər şəkilçisi deməkdir. Lar üstü ki, bacıların donu demək istəyəndə gətirib yazıram ki, sister, bir dənə s-i əlavə edirəm. Bax, bu cəmli isidir. Bu yiyəli halın s-i deyil. Yiyəli halın s-i deyil. Bax, yazdım. Sonra da bunun yiyəli halını düzəltmək üçün, bax, bu qeyd elədiyim apostrofdan istifadə eləyirəm. Sisters, dresses, bacıların donları. Gəl yazaq. Dresses. Məsələn. Bax, bu birinci nümunəmiz. Keçək ikinci nümunəmizə. Gəl. Bax, qardaş ingilis dilində brother deməkdir. Bax, nə deməkdir qardaş ingilis dilində? Brother. Mən bunun yanına bir dənə s əlavə eləyirəm. Bu olur cəmdə. Qardaşlar demək oldu. Nə deməkdir? Bax, yazıram yan. Ümumi tərziyə ki, qardaşlar demək oldu. Bu qardaşlar demək oldu. Bir dənə də demək istəyirəm ki, qardaşların saatları. Nə? Qardaşların saatları. Bax, bu ın şəkilçisini əlavə eləmək üçün bu qeyd elədiyim sadəcə apostrofu, yalnız apostrofu gətirib bura bir dənə yazıram. Bax, bir dənə xətt atıram elə bil ki. Всё. Qardaşların saatları. Watches. Brothers, watches. Qardaşların saatları. Bu yol aydındırsa, keçək ikinci yolumuza. Bu, s apostrof s ilə düzələndir. Baxaq. İki. Apostrof s ilə. Bax, oxunuşunu da yazıram. Bu, apostrof s deməkdir. Bax, bu, apostrof deməkdir. Apostrof s ilə. Canlı. Bax, biz demişdik ki, ingilis dilində canlılar yalnız insana aid olanlardır. Qalan ağac,
pişik, it, heyvanlar, bunlar hamısı cansız isim sayılır ingilis dilində. Azərbaycan dilində nəfəs alan hər bir varlıq canlı varlıqdır. Amma ingilis dilində canlı varlıqlar yalnız insanlardır. Davam eləyək. Canlı tək isimlərin. Yəni bax, yalnız hep ailənin saatı, ailənin saatı yox. Canlı, bax altından da xətt çəkirəm. Canlı tək isimlərin yiyəlik halı bu yol ilə düzəlir. Bu yol ilə düzəlir. Canlı tək isimlərin yiyəlik halı apostrof s ilə düzəlir. Bax, təkrarlayıram. Canlı tək isimlərin yiyəlik halı apostrof s ilə, yəni bu yol ilə düzəlir. Məsələn, bir dənə nümunə yazaq. Bax, example. İngilis dilində nümunə example deməkdir. Bax, yazıram. Example. Gəl bu dəfə də hansı rənglə yazaq? Bu dəfə də qırmızı ilə yazaq. Hə. Example. Məsələn deməkdir. Bax. Bax, cəmi sənin bircə dənə ismin var. Yeganə. Bax, məsələn yazıram. Aylin. Bax. Burada aylinlər yoxdur da, tərcümədə bir esi buna birləşik yazmamısan deyə apostrof olmayacaq. Götürəcəksən birinci apostrof qoyub, sonra s yazacaqsan. Bu təkcə aylinin mənasıdır. Daha aylinlərin demək deyil. Aylins pen, aylinin qələmi. Bax. Banus lesson. Bax, Banunun dərsi. Amma yox, sən götürüb yazsan ki, Aylini yazıb, bura bir dənə s artırıb, belə yazsan, bunun mənası olacaq aylinlər. Bir dənə aylin yoxdur. Elə ki, bir aylin sənsən, bir aylin başqasıdır. Şamaxdakı bütün aylinlər yığışıb bir yerə. Bunun mənası o olur. Bu, cəm isimlər üçün istifadə olunur. Topluluq üçün istifadə olunur. Apostrof isə yalnız təkliyi bildirir. Bu da aydındırsa, keçək bizim üçüncü yolumuza. Üçüncü yolumuzda cansız isimlərin düzəldiyi ofdur. Nə oldu? Cansız isimlərin yiyəlik halının düzəldiyi ofdur. Yazıram. 3. Of vasitəsilə. Bax, of. Yazıram. Cansız isimlərin, insanlardan başqa bütün isimlər ingilis dilində cansızdır. Cansız isimlərin yiyəlik halı bu yol ilə düzəlir. Bax, oxuyuram. Cansız isimlərin yiyəlik halı bu yol ilə. Bax, yəni of vasitəsilə düzəlir. Gəlin indi baxaq. Məsələn, deyirəm ki, nə deyim? İtin gözü. Bax, itin gözü. Bax, Azərbaycan dilində bu itin gözü ifadəsi. Əslində belə bir ifadə yoxdur, mən sadəcə elə belə dedim. Bax, birinci it yazılır, ikinci gözü yazılıb. Amma bunu ingilis dilinə çevirəndə gəlir bu ikinci olur birinci. Bax, birinci ingilis dilində yer dəyişir. Bax, to be-də necə qabağa keçir daha. Burada da to be-dəki kimi qabağa keçir. Yazırsan ki, birinci göz. Göz ingilis dilində eye deməkdir. It isə dog deməkdir. Dog. Bax, yazıram. The eye göz deməkdir. Bu qaydanı da sonra keçəcək ki, niyə zeyn işlətdim. Bax, ikinci olan gəldi tərsinə, ingilis dilində birinci yazıldı. Bax, sonra mənim bu
itin gözü ifadəsini verən, bax, bu ini bizə bildirən of'u yazıram bura. Bax, yazdım of. The eye of. İndi mənim qalır bu ikinci hissəm. Bax, bu dog, it hissəsi qalır ki, indi də götürüb iti yazıram. The eye of the dog. Gəl, bir dənə də nümunə yazaq. Məsələn, nə yazım? Pişiyin quyruğu. Məsələn, gəl bir dənə də ayrı bir rəng seçək. Nə rəng seçək? Yazıram. Bir dənə də məsələn. Pişiyin quyruğu. Pişiyin. Bax, bu ini elə bil ki, ayrıca söz kimi fikirləş ki, in ingilis dilində ayrıca sözdür. Pişiyin quyruğu. Bax, yazıram. Pişik ingilis dilində nədir? Cat. Bax, pişik ingilis dilində catdir. In ingilis dilində of'dur. Bax, yiyəli halı bildirən in ingilis dilində of'dur. Bayaqdan bəhs etdiyimiz of'dur. Quyruq isə tail deməkdir. Bax, yazıram. Quyruq tail deməkdir. Gəl. 1, 2, 3. Yazaq bunu ingilis dilində. Bu ən axırda duran, ən axırıncı yerləşən quyruq gəlir o qədər belə inkişaf eləyir ki, ən başda durur. O qədər özünü inkişaf elətdirir. O qədər vəzifəli olur ki, gəlir ingilis dilində bu ən qabaqda dayanır. Yazırsan tail. Bax, the tail. Amma bu in, of. Həmişəki kimi elə öz yerində qalıb. Yəni, nə bir inkişaf eləyib, nə də ki, bir arxaya gedib. Bax, yazıram the tail. 2 həmişə öz sabit yerində, ortalıqda olacaq. Bax, of həmişə ortalıqda olacaq. The tail of. Bax, of'u yazdım. Bu catdə ingilis dilinə çevriləndə çox geriləyib deyə gedir, dayanır ən axırda. Bunun hegemonluğu Azərbaycan dilindədir. İngilis dilində hegemonluğu ən axırda dayanan quyruq eləyir. Bax, ən axırda dayanan eləyir. The tail of the cat. Bax, yazıram. Of the cat. Pişiyin quyruğu. Vşo, dərsimiz bundan ibarətdir. Ümid edirəm ki, sən bu dərsi çox qəşəng öyrənəcəksən. Məncə, dərsdə də başa düşmüşdün. Yenə də hər hansı bir sualın olanda mənə atmaqdan çəkinmə. Sabah dərsə başlamamışdan əvvəl başa düşməsən, mən sizə cümlə yaratacağam. Başa düşməsən, onları yenə mənə deyərsən. Dərsə başlamamışdan əvvəl, hardasa saat 12-də, 1-də mən sənə səs ataram, dərsi təzdən izah eləyərəm, yenə qulaq asarsan, sonra dərs işləməyə çoxlu vaxtımız qalsın. Bax, yenə başdan danışım. Azərbaycan dilində sahiblik mənasını ifadə eləmək üçün yiyəli haldan istifadə edirik. İngilis dilində isə bu possessive case'dir. Məsələn, Aylin'in kitabı, Banunun qələmi. İngilis dilində yiyəli hal 3 yolla düzəlir. Yalnız apostrofla, apostrof s ilə və of vasitəsilə. Amma bunların üçünün də mənası nun üstü 4. Banunun kitabı, Aylin'in dəftəri, Bibigülün qələmi. Baxaq görək hansına uyğunlaşır. Sadəcə apostrof, sonu s və es ilə bitən canlı cəm isimlərin yiyəli halı bu yol ilə düzəlir. Məsələn, bax, sister nə deməkdir? Bacı. Bir dənə bacı yox, 3 dənə bacıdır. Bacıların paltarlarından söhbət gedir. Sən bunu cəmə çevirmək üçün gətirib yanına bir dənə s yazırsan. Oldu bu sənin üçün bacılar.Inı bildirmək üçün gətirirsən bu balaca apostrofu yazırsan, sənin üçün olur bacıların. Sonra, bax məsələn, bura qardaşlar. Burada qardaş deməkdir. 3 dənə qardaş var, 4 dənə qardaş var. Gətirirsən bunu cəm halına çevirmək üçün bir dənə də
S yazırsan. Nə yazdın? Bir dənə də S yazırsan. Sonra qardaşların kitabı, qardaşların saatı mənasını vermək üçün, yiyəliyi, sahibliyi ifadə eləmək üçün gətirib bu apostrofu yazırsan. Sonra davam edək. Apostrof ilə canlı tək isimlərin, yəni yalnız ailənin, yalnız bir qardaşın, yalnız Banunun, yalnız Bibigülün, yalnız bir insandan söhbət gedir. Canlı tək isimlərin yeri halı apostrof ilə düzəlir. Məsələn, Aylin. Bax, bu bütövlükdə bir dənə Aylindir. Buna bir dənə apostrofu yazırsan, S olur yazırsan, bu olur Aylinin qələmi. Banunu yazırsan, bir dənə apostrof xətt çəkirsən üstdən, bir dənə də S yazırsan, olur Banunun. Amma yox, götürüb sən bura Aylin yazıb, sonra S yazıb, sonra o xətti çəkirsən, artıq məna dəyişir. Bu ki, bir dənə Aylin yox, çoxlu Aylin var. Məsələn, sən Aylin Ateşeyev yazsan, o biri olur Aylin Eyyubova. Fərqli Aylinlər olur. Şamaxdakı bütün Aylinlər elə bir yerdədir. Sonra keçər üçüncüyə. Ofa. Cansız isimlərin hansı ki ingilis dilində nəfəs alan varlıqlardan başqa, yəni insanlardan başqa qalan bütün isimlər cansız isimlərdir. Bax, Azərbaycan dilində pişik də nəfəs alır, it də nəfəs alır, ağac da nəfəs alır yeri gələndə. Amma onlar Azərbaycan dilində canlı isimdir. İngilis dilində isə yalnız canlı isim insandır, şuuru olan, dərk edən insandır. Cansız isimlərin yiyəlik halı of vasitəsilə düzəlir. Bax, məsələn, itin gözü. Bax, itə ayrı düşün, ın üstü 4 şəkilçisini ayrı düşün, sahibliyi ifadə edənə ayrı düşün, gözünü də ayrı fikirləş. Bax, in həmişə cansız isimlər düzəltmək üçün of deməkdir. Çevirək bunu ingilis dilinə. Bax, ən axırdakı gözü, ən axırdakı söz ingilis dilinə gedəndə o qədər inkişaf eləyir ki, hegemonluğu özü eləyir. Gedir dayanır ən qabaqdakı, buranın yiyəsi mənəm. Bax, amma bu ortadakı həmişə ilə ortada qalır. Bax, həmişə ortada qalır bu, yeri tərpənmir. Bu, ən birincidə də dayanan düşür arxalığa. Bax, hegemonluğu eləyən ən axırdakıdır. Ortadakı həmişə kim yerində qalır? Azərbaycan dilində ən qabaqda olan gəlir ingilis dilində ən axırda dayanır. Öz hegemonluğunu itirir. Bax, bir dənə də misal yazmışam. Pişik. Pişik ingilis dilində cat deməkdir. Cat deməkdir. Bax, pişiyin, yəni sahibli ifadə eləyək, gəlir ingilis dilində of deməkdir. Nə demək oldu? Of demək oldu. Quyruq tail deməkdir. Nə deməkdir? Quyruq tail deməkdir. Yazırıq. Bax, tail o qədər hegemonluq edir ki, ingilis dilinə gəlib çatana qədər. Dayanır ən qabaqdakı, buraların yiyəsi mənəm, yerin yurdun yiyəsi mənəm. Bu of da heç kəslə vuruşmaq istəmir. Deyir ki, qoy elə mən qalım ortalıqda. Ortalıqda qalır bu. Bu kətdə yazıq olur. Daha ən birincidə dayanan Azərbaycan dilində o qədər hegemonluq eləyib ki, ingilis dilində ona ən axırdakı yer vermir. Ona görə də sıra belə olur. Ən axırda dayanan gəlir ingilis dilində ən qabaqda olur. Ortada olan elə ortada qalır. Ən axırda olan da elə ən birdə olan gəlir ən axırda dayanır. Sanki yer dəyişirsən. Vəsiyo, dərs bu qədərdir. Ümidvaram başa düşdün. Nəsə sual olanda da verməkdən çəkinmə. Gecən xeyrə.